Alışqanı olmayan gənclər ocaq qalamaq üçün qeyri-adi və təhlükəli üsul atıblar. Sosial şəbəkələrdə yayılan görüntülərdə onların avtomobilin yanacağından istifadə edərək ocağı yandırmağa çalışdıqları görünür. Görüntülər izləyicilər arasında həm maraq, həm də gülüş doğurub. Oldu. Ha, partladı verəsən bir dəqiqə buraları. Ha, bu nə var ya? Maraqlı yerdir, ha? Çöl şəraitində yandıran olmalı, eşeğin öldü. Seymurun öldü. Benzin də olmadı. Benzin var. Partladı verə bir dəqiqə, eşeğin yoxdur.